Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 52-ci dərsi oxuyuruq. Keçən dərsimizdə oxumuşduq. Neçə yerdə qeybət eləmək icazəlidir və axırıncı dəfə, yəni keçən dərsimizdə oxumuşduq ki, bəzi şəxslər var ki, onlar bir eyblə, bir sifətlə məşhurlaşıblar və həmən sifətlə onları çağırmaq olar. Baxmayaraq, həmən sifətlər pisdir. Məsələn, misal vurmuşdu: ərəc, əştər, əhvəl, əməş. Və lakin qeyd elədi ki, mərhum şeyx belə sifətlər insanda olanda və onları zikr eləyəndə bu şəxslər narahat olmurlar. Ona görə narahat olmurlar ki, onlar artıq o sifətlə məşhurlaşıblar və insanlar onları o sifətlə çağırır. Və mərhum şeyx buyurur, mümkündür belə bir sifətlər olduğu təqdirdə bunlar ləqəblər kimi elə mümkündür insanı narahat eləsin. Ona görə buyurur, Allahümmə illa ən yuqal. Məgərin ki, bir nəfər belə deyə, İnnə sifatəl müşirə bizzəm, o sifətləri ki, zəmmə, pisliyə, məzəmmətə işarədir, kəl-əlqabil müşirə bi, eynən o ləqəblər kimidir ki, məzəmmətə işarə eləyir. Yəkrəhul insan əl-ittisaf biha. Bir insanı o sifətlərə yapışdırsan, müttəsəf eləsən, o adla çağırsan, o insanın acığı gələr. Vəluv min duni qəsdi zəmbiha. Baxmayaraq sən çağıranda qəsdin, niyyətin onu məzəmmət eləmək deyil. Və lakin o sifətlə o məşhur olub, hamı onu elə çağırır. Misal vurduq dünən, məsələn, əyri göz, əyri qıç. Belə bir sifətlərlə çağıranda, düzdür, qəsdin, niyyətin onu məzəmmət eləmək deyil, onu pisləmək deyil. Lakin insanlar onu o cür tanıyırlar. Fəinnə işarəhə bizzəm kafin fil kərahə. Elə ki, bu sifətlər işarə elədi zəmmə, elə kərahətdə bu kifayət eləyər. Yəni, o insan narahat olar, acığı gələr. Məgər kimsə belə bir söz desə, bəli, məqbul olar. Və minha, qeybətin caiz olan yerlərdən biri də mahəkahu fi kəşfir reybə ən bəzin min ənəhu. Buyurur, qeybətin icazəli olduğu yerlərdən biri də mərhum şəhid-i əvvəl Kəşfur Reybə kitabında hekayət eləyib bəzi alimlərdən. O yer buradır. İza əlimə isnan min rəculin məsiyyətin. Əgər iki nəfər bir kişinin günahını görərlər, şahədaha, şahid olarlar bir kişinin günahına. Fəəcra əhəduhuma zikrəha fi qeybəti zalikəl asi cazə. O iki nəfər ki,
bir nəfərin günahını görüblər. O iki nəfərdən biri o birisinə o şəxsin günahını zikr eləyir. Məsələn, deyir ki, biz getdik, gördük, o kişi bu günahı eləyir. Bu icazəlidir, yoxsa icazəli deyil? Buyurur, icazəlidir, icazə. Nəyə görə icazəlidir? Ləənnəhu la yuəssir indəs-sami şeyən. Çünki o eşidənə bir təsir qoymur. Nəyə görə təsir qoymur? Çünki o da görüb, bu da görüb. Hər ikisi görüblər. Qeybət odur ki, dedik ki, bir şeyi bir insan gizli eləyə, heç kim görməyə. Sən onun günahını aparasan, başqalarının yanında açasan, o adamlar da artıq bilərlər bu günahkardır. Amma burada bunlar ikisi olublar, ikisi də görüblər və lakin biri digərinə təzədən o günahı nəql eləyir. Bunun eybi yoxdur, bu icazəlidir. Ləənnəhu la yuəssir indəs-sami şeyən. Çünki bu, onun qeybətini eləməklə o eşidənin yanında heç bir əsər qoymur. Və in kanəl ovla tənzihin nəfs və lisan ənzalik. Baxmayaraq, yaxşı budur ki, insan öz nəfsini, öz dilini bundan saxlasın. Baxmayaraq, yanındakı da o günahı görübdür, amma yenə də zikr eləməsin. لغیر غرض من الاغراض الصحیحه. Əgər bir dənə qərəz-i səhih orada olmasa, öz dilini belə şeylərdən saxlasın. Xüsusən mə ehtimali nisyanul müxatəbli tilkə. Xüsusən əgər ehtimal verirsən ki, sənlə bir yerdə o kişinin günahını görən şəxs yaddan çıxardıbdır. Sən təzədən onu zikr eləməklə onun yadına salırsan. Av xofu iştihariha ənhuma. Ya qorxursan ki, bu sözü mən burada desəm bu yoldaşın yanında, bu biraz da məşhurlaşar. Yəni, necə məşhurlaşar? Məsələn, bu örgəşər artıq bu günahı deməyə. İndi baxmayaraq, bu yoldaş ki, onunla ikisi bu günahı görüblər, onun yanında deyirsə, bu örgəşər adət eləyər, başqasının yanında da deyər, digərlərin yanında da deyər və nəticədə o şəxsin günahını məşhurlaşdırar. Belə olan təqdirlərdə ovla budur, yaxşı budur ki, heç o günahı dilivə gətirməyəsən, heç o pisliyi dilivə gətirməyəsən. İntaha. İntaha, yəni mərhum şəhid bunu nəql edib Kəşf-ül Reybədə. Əqul, mərhum Şeyx Murtəza Ənsari şəhidin bu nəql elədiyində öz nəzərin bildirir. Buyurur, İzə furizə ədəmu qovunu zikrihuma fi məqam-ı tə'ir vəl-məzəmmə. Buyurur, əgər fərzimiz budurdur ki, bu iki nəfər ki, bu kişinin günahını görüb və biri ki, bunu zikr eləyir, bu məqam-ı tə'ir və məzəmmətdə deyilsə, yəni məqsəd orada məzəmmət deyilsə və leysə huna hətqü sətrin əyzən və burada bir gizlin bir şeyi aşkar eləmək də deyilsə, fəla vəchə lil təhrim. Burada təhrimə heç bir yolu yoxdur, heç bir vəchi yoxdur. Və la lekuvnuha qeybətən, əslən bu qeybət deyil. Çünki qeybət odur ki, gizlin olan bir şeyi aşkar eləyəsən. İndi burada heç nə gizli deyil ki. O kişi də görüb, bu da görüb. Hər ikisi görüblər. İlla əla zahiri bəzi təarifil mütəqəddimə. Yalnız qeybət o surətdə buna demək olar ki, qabaqdakı bəzi təriflərə görə. Çünki qeybətin neçə tərifi var idi. Bir tərif də bu idi ki, istir gizlin ola, istir aşkar ola. Əgər o günahı desən, qeybətdir. O tərifə əsasən buna qeybət demək olar və illa heç buna qeybət demək olmaz. Və minha, o qeybətin icazəli olan yerlərdən biri də rəddu mən iddaa nəsəbən leysəlləh. Bir nəfəri rədd eləyirsən, o şəxs iddia eləyir bir nəsəbi
Məsələn, deyir ki, mən seyyidəm, amma bilirsən ki, bu seyyid deyil. Onun o iddiasını sən rədd eləyirsən, onu qabağın alırsan. Fəinnə məsləhətə hifzəl ənsab ovla min muraati hurmətul muhtab. Çünki nəsəbləri hifz eləməyin məsləhəti o şəxsin qeybətinin hörmətindən, ehtiramından daha ovladı. İndi görürsən ki, bu adam yalandan bir məzhəb iddiasını eləyir, nəsəb iddiasını eləyir. Deyir, mən filan nəsildənəm. Bir halda ki, o filan nəsildən deyil. İndi burada əmr dairdir. Bunun qeybətini eləyək. Bunun hörmətini sındıraq, o nəsəbi qoruyaq. Yoxsa bunun qeybətini eləməyək. Bunun hörmətini saxlayaq, o nəsəb aradan geçsin. Buyurur, nəsəbin saxlamaqlığın məsləhəti bunun hörmətinin aradan getmək məsləhətindən daha çoxdur. Nəyə görə? Çünki əgər özünü bir nəsəbə nisbət verirsə, o mümkündür ora evlənə bilməz, mümkündür orada müəyyən şəri qanunlar icra olunmaz. Və minha biri də qeybət olunan, icazəli olan yerlərdən əl-qəthu fi məqalətin batilə. Batil sözün işqalını bildirməkdir. Əgər bir nəfər batil bir söz deyirsə və sən də onun qabağını alırsan və dəlil və sübutla o batil sözlərinin qabağını alanda o şəxsin eybi açılır və nəticədə də onun qeybəti olunur. Buyururlar ki, burada da icazəlidir, burada da qeybət eləmək olar. İnşallah bunun davamını gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.